verməli ki, sümüklər qəşəng formalaşsın. Əgər ana o, nə bilim, deyil, süd ye, qatıq ye, pendir ye, amma onunla uzatdırmaq olmur da, yəni bədən onu mərmizləmir. Amma tabletkanı verilir ki, yəni ana o namilərdədir, saçım töküldü, nə bilim, dişlərim xarab oldu, onunla bəyəndi. Bunlar hamısı o demək ki, uşaq anadan kalsiumu çəkdikcə ananın sümüklərinin özündə yumuşalır. İstərsə süd də içsə bağırsağa ya şişdir. Olur. Axşam qatar qarnı içsin, bir stəkan içsin, yatsın. Axır bağırsaq yumuşalsın, bir şeylər edir. Qatıq bağırsağı yığır, onu deyim sizə, qatıq bəksə bərkidir. Ayran içir. Ayran içə qədər problemdir, amma yaxşı süddür. Bu belə. Sonra axıntın çirkin gəlir, mövcudiyyə falan yoxdur. Təsirlərini nəzarət altında saxlayırıq. Əlində əmrində şişmə var. Yoxdur. Belə basanda da geçməyə. Yox, normaldır. Nə ağrı, kan tüyləri